روايتنا عن علي بن أبي طالب أكثر من مرويات الخلفاء الراشدين الثلاثة. تخيلوا. فكيف ما نحب علي بن طالب؟ Gəlin indi mənimlə barəsində utanmadan danışdığın rəvayətlərə baxaq. Adət üzrə mənim buna heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq alimlərinizin söylədiklərini oxuyacağam. İndi də gəl mənlə birgə İbn Həzmin nə dediyini oxuyaq. Minhacus Sünnətin Əməviyyə kitabı, İbn Teymiyyə, 7-ci cild, səhifə 277. Rafizlərdən hər kəs dəlil gətirir ki, Əli əleyhissalam onların ən elmlisi olmuşdu. Deyir, bu yalandır. O demədi ki, Əli onlardan daha elmli olmuşdu. Dedi ki, bu rafizlərin yalanlarındandır. Hər hansı bir səhabənin elmi üçüncüsü olmayan iki səbəblə bilinir. Birincisi, çoxlu rəvayətləri və fətvaları ilə. Daha sonra deyir, rəvayət və fətvalara gəlincə, həqiqətən də Əbu Bəkir Allah Rəsulundan sonra 2 il 6 ay yaşadı. Bununla yanaşı o, Allah Rəsuluna isnadən 142 hədis nəql etmişdir. Əlidən isə Peyğəmbərə isnadən yalnız 586 hədis nəql edilmişdir. Bunlardan da yalnız 50-yə yaxın hədis səhihdir. Yalnız 50 hədis. O, Allah Rəsulundan sonra 30 ildən çox yaşadı. Maşallah, Əlidən nəql edilmiş səhih hədislər bunlardır. Yalnız 50-cə hədis. Halbuki o, Allah Rəsulundan sonra 30 il yaşamışdır. Əbu Hüreyrə isə Peyğəmbərin zamanında 3 il yaşamış və 5000-dən çox hədis nəql etmişdir. Bəs hardadır Əli bin Əbu Talibin elmi? Yalnız 50 səhih hədis? Beləliklə deyir. Əbu Bəkirdə olan elm, Əlidə olan elmdən qat-qat çox olmuşdur. Allahu Ekber. Onun nəzərində Əbu Bəkirdə olan elm, Əlidə olan elmdən qat-qat çox olmuşdur. Gəlin tamamlayaq. Onlardan kimin ömrü uzun olmuşsa, ondan daha çox nəql edilmişdir. Əli Ömərdən sonra 17 il bir neçə ay yaşamışdır. Ömərin isnadı ilə nəql edilmiş hədislərin sayı 537-dir. Onlardan 50-yə yaxını səhihdir. Burada o, Əli ilə eynidir. Bu müddət ərzində Əlinin hədisləri Ömərin hədislərindən 49 hədis çoxdur. Səhih hədislərdə isə ondan 1 və ya 2 hədis çoxdur. Allahu Ekber. Ömərin fiqh bölmələrindəki fətvaları Əlinin fətvalarına bərabərdir. Ömərdə olan elm Əlidə olan elmdən qat-qat çox olmuşdur. Ayşənin isə 2210 isnadı olduğunu görürük. Əbu Hüreyrənin 5344 isnadı olduğunu görürük. İbn Ömərin və Ənəsin hər birinin Ayşənin isnadı qədər isnadı olduğunu görürük. Cabir və İbn Abbasın hər birinin 1500-dən çox isnadı olduğunu görürük. İbn Məsudun 800-dən çox isnadı olduğunu görürük. Adlarını çəkdiklərimizdən Əbu Hüreyrə və Ənəs istisna olmaqla hər birinin fətvaları Əlinin fətvalarından çox və ya elə onunki qədərdir. Hər birinin minlərlə hədisi var. Onun isə 50 səhih rəvayəti var. Bəs Əlinin elmi hara getdi? Məyər Allah Rəsulu Əlinin haqqında belə buyurmamışdı? Belə bir hədis nəql olunur ki, Ənə Mədinətul ilm və Aliyyun bəbuhə. Mən elm şəhəriyəm, Əli də o elm şəhərinin qapısıdır. Mən elm şəhəri, elmin şəhəri, Əli də onun qapısıdır. Və bu hədisi öz kitabında nəql edən əhl-i-sünnət alimlərindən birisi də İmam Hakimdir. İmam Hakim bu hədisi öz kitabında nəql edir. Əgər Əli Peyğəmbərin elm şəhərinin qapısıdırsa, onda Əlinin elmi hara getdi? Yalnız 50 səhih hədis. İndi gəl mənimlə birgə İbn Teymiyyənin sizə danışdıqların barəsində nə dediyinə baxaq. Sonra da bu məlum olan xilaf təvatür hədislərlədir. Çünki Allah Rəsulunun elmi bütün İslam şəhərlərinə Əlidən başqası tərəfindən yetişmişdir. Məkkə və Mədinəyə gəlincə bu ikisində məsələ göz önündədir. Həmçinin Şam və Bəsrədə də. Belə ki, onlar Əlidən yalnız az şeylər nəql etmişlər. Çünki onun elminin çox hissəsi Küfədə yayılmışdır. Buna baxmayaraq Küfə əhli Qur'an və sünnəni nəinki Əli vilayətə gəldikdən, hətta Osman vilayətə gəldikdən də əvvəl bilirdilər. Heç kimin nə Əliyə, nə də ki, onun elminə ehtiyacı olmamışdır. Hamısı sünnəni bilirdilər. Gəlin tamamlayaq. 8-ci cild, səhifə 24-də deyir. İbn Abbasdan isə təfsir barəsində sabit isnadlarla maşallah, nə qədər hədis nəql edilmişdir. Həmin isnadların heç birində Əlinin adı çəkilmir. Halbuki İbn Abbas bir neçə səhabədən nəql edir. Ömərdən, Əbu Hüreyrədən, Əbdürrəhman bin Ovfdan, Zeyd bin Sabitdən, Ubey bin Kəbdən nəql etmişdir. Əlidən nəql etdiyi rəvayətlər isə çox azdır. Səhih hədislərin müəllifləri onun Əlidən nəql etdiyi heç bir hədisi qeyd etməmişdilər. Lakin onun Ömərdən, Əbdürrəhman bin Ovfdan, Əbu Hüreyrədən və digərlərindən nəql etdiyini qeyd etmişlər. İndi sən İbn Teymiyyənin söylədikləri barəsində nə deyirsən? Sənin üçün yenə də oxuyaq. Səhifə 283. Əli insanların ən fəqihidir və buna irad bölümü. Rafiz deyir, fiqdə fəqihlər ona müraciət edirdilər. Cavab, bu açıq aydın yalandır. Nə 4 imam, nə də onlardan başqa olan fiqh imamları fiqdə ona müraciət etməmişlər. Malikə gəlincə, onun elmi Mədinə əhlindəndir. Mədinə əhli isə Əlinin sözünü götürməzdilər.
Şafiiyə gəlincə, o ilk olaraq fiqh elmini Məkkəlilərdən İbn Cüreycin səhabələri kimilərdən götürmüşdür. Səhifə 284. Sonra da Şafii Malikidən öyrənmişdir. Əbu Hənifəyə gəlincə, onun xüsusi şəkildə bağlı olduğu şeyxi Həmmad İbn Əbu Süleyman idi. İmam Əhmədə gəlincə isə o əhl-i hədis məzhəbində olmuşdur. Rafizi deyir. Malikiyə gəlincə, onlar elmi ondan və onun övladlarından götürmüşlər. Cavab, bu da aşkar yalandır. Bu Maliki Muvatta kitabıdır. Burada ondan və ya onun övladlardan çox az hədis vardır. Bütün bunlardan sonra Əhl-i Beyti aleyhimussalam sevdiyinizi və onlara tabi olduğunuzu necə iddia edə bilərsiniz? Halbuki siz onlardan elm, hədis, fiqh və təfsir götürməmisiniz. Əksinə, onlardan üz döndərib elmlərini nəql etməmisiniz. Yalnız 50 səhih hədis. Budur sevgi.